Niyə deyirlər tək namaz qılma, cəmaat namazı qılınanda? Əməli ilə deyirsən bu adildir. Əməldə deyirsən, dilinən yox. Mən ki qonağam girmişəm bu məclisə, görürəm 500 nəfər iqtida eləyib, 50 nəfər də o yanda bir yanda tək öz namazını qılır. 500 nəfər deyir bu adildir, 50 nəfər də deyir inanma. Məndə şübhə yaranır. Şübhə ki yarandı iqtida olmaz. Namazım batildir. Gərək axtarışam, arayam, araşdıram. Yəqinə çatam ki adildir, ondan sonra iqtida eləyəm. Çün iqtida ədalət ilə düzdür. İmam adil olmasa, ədaləti olmasa olmaz.